Polisleri niye takdir ediyorsun? Özgeman hara müracaat ediyor? Haraya ayıl hamanlı. Avqustun 19-da Qazaxdan Bakıya toya gedən İbrahimov Nəsimi Fəxrəddin oğlu Yevlax rayonunda məmali şəkildə ölüb. Qohumlarının dediyinə görə Kamaz markalı yük maşını vurub onu. Daha sonra Nəsimini maşına qoyub aparıb bastırıblar. 10 gündən sonra axtarış verildikdə Yevlax polisi meydin onlarda olduğunu bildirir. Mənim qardaşım oldu. Bu ayın 19-da yola çıxıb Bakıya gəlirdi. Gecə saat 4-də bu Kamaz maşını vurub. Telman adında oğlandı. Mən də indi şikayətim budur ki, mənim meydimi məndən icazəsiz 19'u vurdu vermişler torpağı. məndən icazəsiz heç bir yerə elan verməmiş mənim meydimi basırıblar. Mənim şikayətim odur ki, mənim meydimi niyə məndən icazəsiz basırıblar? Heyvandır, heyvan öləndə televizora verirlər ki, top vurub bu heyvan ölübdür, maşın vurub bu heyvan ölübdür. Bu Azərbaycan yiyəsi yoxdur ki, mənim meydimi yiyəsiz basırıblar. Qohumları deyir ki, Nəsimini ilk dəfə harda bastırıblar, bunu bir araşdıran yoxdurmu? Araşdıran yoxdurmu ki, adamı paltarlı naməlum bir quyuya bastırıblar və 10 gündən sonra da ekspertiza keçirilmədən hər hansı avtomobilin bagajına qoyub ailəsinə təhvil verirlər ki, sevinin. Axı buna necə sevinmək olar? Mən ona görə xahiş edirəm, prezidentimdə, bizim vayennimizi çağıranda, ermənilər belə eləyir, gör bizim meydimizi ermənidən pis eləyirlər. Erməni bunlardan bizim vətən xalqı. Vayennimizi vayenni vaxtında əskərini çəkib. Geyib vətən borcunu verib. Gör, nasıl vaxtda bizim meydimizi verir. Bunu hara yazaq? Hara göndərək? Heç bizi erməni belə eləməz. Milletin hamısı oradaydı. Hamısını qırağa çəkdi, bir, arasını bir yolla. İki nəfər, 3 nəfərlə gedən meydimizi çıxardaq. Bakın vətəndir. O cümlədən hamısını yola salandan sonra tək özüm qalmışam. Qavrsanlıqda da Atanı da balaya apararlar. fəhlə tapırlar. Fəhlələr meydi çıxardanda özüm belə qurudum, özüm itirdim. Meydin başı qılçasının arasında. Heç heyvanı yerə quyulamırlar.